süd məhsulları normativlərə uyğun emal edilmədikdə və düzgün qablaşdırılmadıqda sağlamlıq üçün ciddi təhlükəyə çevrilə bilər. Mənşəyi məlum olmayan plastik butulkalarda satılan süd məhsulları mikrobioloji çirklənmə riskini artırır, zoonot xəstəliklərin yayılmasına şərait yaradır. Südün təhlükəsizliyini təmin etmək üçün düzgün pasterizasiya, soyuq zəncirin qorunması və müasir istehsal texnologiyalarının tətbiqi vacibdir. Gündəlik qida rasionumuzun ayrılmaz hissəsi olan süd və süd məhsullarının təhlükəsizliyi cəmiyyətimizin sağlamlığı üçün həyati əhəmiyyət kəsb edir. Qida təhlükəsizliyinə nəzarət tək dövlətin deyil, hər kəsin işidir. Gəlin təhlükəsiz qida ilə sağlam gələcəyə birlikdə addımlayaq.